Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi yenidən. Bu gün MİQ və sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimlər üçün riyaziyyat fənnindən kəsr məsələləri mövzusuna aid düşündürücü sualların izahına baxacağıq. Burada düşündürücülük biraz nisbi xarakter daşıyır. Bəzi müəllimlər deyə bilər ki, müəllim, mənim üçün asan idi. Bəzi müəllimlər deyə bilər, müəllim, mənim üçün çox çətin idi. Amma ümumən götürsək, indiyə qədər olan bu kəsr məsələlərlə bağlı olan testləri analiz eləsək, imtahanda olan testləri analiz eləsək, bu suallar həmin suallara nisbətən düşündürücü testlərdir, bəli. Çünki müdavim bəzən 16-nın 2də 1 hissəsi, üstəgəl üstə bu tipli suallardan o tərəfə keçmir. Amma hər dəfə demişəm ki, hər mövzu ilə bağlı asan, orta suallarla yanaşı proqram daxilində çətin və düşündürücü suallarla da işləmə vərdişiniz olmalıdır ki, imtahanda nə cür sual düşsün, onun ötəsindən gələsiniz. Yoxsa siz 16-nın 2də 1 hissəsini tapın və ya 14-ün 7də 2 hissəsi, 15-in 5də 3 hissəsinə nə qədər azdır, nə qədər çoxdur. Bu tipli sualla bağlı 1000 dənə də sual işləyin. Sizdə bu bir dəyişiklik eləməyəcək. Ona görə çalışın hər mövzu ilə bağlı ən fərqli suallarla işləməyi də vərdiş eləyəsiniz. Və keçək suallarımızın izahına. Məsələnin quruluşunda da görürsünüz, bu formada məsələlər artıq təqdim olunur. Quruluşu böyük, həcmi böyük, belə qarşısında bəndləri olan və s. Çörək sexində bişirilən çörəklərlə bağlı aşağıdakı məlumatlar verilib. Undan xəmir əldə edilərkən ağırlığının 1/6 qədər artır. Biz bunu adi praktikamızdan da bilirik ki, undan xəmir düzəltmək üçün ona su əlavə edəcək və burada təbii ki, çəki artacaq. Xəmirdən çörək bişirildikdə 7də 2 qədər azalır. O xəmirdən də çörək bişəndə bu quruyur bəlli miqdarda və orada təbii ki, çəki azalma baş verəcək. Bişmiş bir çörək 300 qramdır. 1080 kiloqram unla 300 qramlıq neçə bişmiş çörək alınır? Bu artıq məndən soruşulandı. Gəlin bunu başlanğıcdan gedək. Ən sadə formada. Əvvəlcə 1080 kiloqram unla biz nə almalıyıq? Undan xəmir əldə edəcəyik. Ona görə 1080 kiloqram unun xəmir əldə edəndə 1/6 qədər artır. Yəni üstəgələk 1080-in 6-da 1-i. Neynədik? 1080-in 6-da 1-ni birbaşa tapıb üzərinə də gələ bilərik. Amma hər bir şey yazmalısan ki, görəsən burada nə var, nə yox. Ona görə burada belə deyək, hövsələm çatmadı və s. və ilə eləmirsiniz. Yetər ki, diqqətli və düzgün yazın, o məsələ sizin olsun. İndi buradan yazırıq 1080 üstəgələk 1080-i 6-ya bölürük. Yəni bunu ixtisar eləsək 180 eləyər. Üzərinə gəlinsin bura 180. Bu da bərabər elədir 1260 kiloqram nə? Xəmir. Xəmir. İndi bu xəmirdən 7də 2-si qədər azalır. Biz deyə bilərik ki, 7də 2-si qədər azalırsa 7də 5-i qalır. Birbaşa 1260-ın 7də 5-ini də tapa bilərik və yası bundan ibarətdir ki, 1260 çıxılsın, azalma çıxma deməkdir. 1260-ın 7də 2-si. Yəni sizin üçün verilən cümlələri riyazi olaraq belə deyək də tərcümə edib bura yazıram. Yəni riyazi yazıram. Buradan ixtisarlarımızı eləsək, qalar 1260 çıxılsın. 1260-ı 7-yə bölüb 2-yə vurmaqda bir problemimiz yoxdur hər halda. Beləcə 360 çıxılsın 360 bərabərdir 900 kiloqram nə? Xəmirdən nə alınacaq? Təbii ki, çörək. Buraya yazıram. Çörək. Aha, çörək. İndi bizə deyir ki, bişmiş bir çörək 300 qramdır. Biz nə qədər? 900 kiloqram çörək aldıq 1080 kiloqram undan. Amma bunu 300 qramlıq neçədən olacaq? Bunu tapmaq lazımdır. 900 kiloqramı qrama çevirəcəyik. 1 kiloqramımız bərabərdir 1000 qramdır. Ona görə 900-ün sonuna 3 dənə 0 yazacağıq. Başqa cür desək 1000-ə vururuq. Böləcəksin. Çünki eyni vahidlər olmalıdır ki, bir-birinə bölək. 300-ə. Buradan 2 0 gedir, buradan 2 0 gedir. 9000-i də 3-ə böləndə, 9 3-ə böləndə qalır 3. Sonunda 3 dənə 0, 3000. Bu məsələ digərlərinə baxanda elə çətin məsələ deyil. İndi qarşıdakı məsələlərə baxacağıq. Sadəcə olaraq burada proseslər çoxdur və imtahanda da müəllimləri çaşdıran məqam da budur. Ədədlərin böyük olması, hesablama. Nə qədər müəllim müəlliməsini həll edə bilirdim, elementar bir rəqəm səhv elədim, ədəddə çalışdım və s. Ona görə sualın çətinliyi bəzən onun həllinin anlaşılmayan olması demək deyil. Həcmin böyüklüyü, sadə bir məsələ ola bilər, amma içərisində əməliyyatlar çox olar, hesablamalar çox olar. O da məsələnin çətinlik kateqoriyasını bizə görə, yəni imtahana görə təbii ki,
artırılmış sayır. Növbəti suala baxırıq. Tacir pulunun, daha doğrusu tacir bir top parçanın, adətən tacir məsələlərində pulla olur. Bir top parçanın 1/3-ünü özü üçün, qalanını satmaq üçün ayırır. Satmağı düşündüyü parçanın 1/4-ü xarab çıxdığı üçün özü üçün ayırdığı parçanın 1/4-ünü satır. Tacirin satdığı parça cəmi 105 metr olduğuna görə onun özünün neçə metr parça qalır? Bir növ sanki yanıltmazdır. Bunun üçün biz nə edərik? Ümumi tacirin top parçanı biz götürərik x. Bir top parçanı götürdük x. 1/3-ünü özü üçün. Bura yazıram 1/3 x. Öz üçün. Yazıram bura mötərizədə özü üçün. Bunu qeyd elədik. Qalanını satmaq üçün ayırır. 1/3 x özü üçün ayırırsa qalan nə qədərdir? 3/2 x. 3/2 x. Burada yazıram satış. Amma bunu satmada, bunu hələ ki düşünür. Yəni qalanı satmaq üçün ayırır və bunu düşünür. Bura yazıram düşünmək. Hələ bu satmayıb da, yəni proses baş verməyib. İndi nə edir? Satmağı düşündüyü parçanın 1/4-ü xarab çıxdığı üçün. Normalda tacir fikirləşir ki, mən 3/2x qədər parça satacağam. Amma bunun 1/4-ü xarab çıxır. 1/4-ü xarab çıxırsa nə qədəri sağlam qalır? 1/4-ü. Ona görə 3/2x-in görək nə qədərini satır? 1/4-ünü. Bu 3-lər gedir. 2 ilə də 4 gedir. Qalır burada 2 bərabərdir 2/1 x. Bura yazıram artıq satıb. Satıb. Hamısını satmadı çünki xarab oldu. Amma bəs bu adam belə planlaşdırmışdı. Və xarab çıxdığı üçün artıq məcburdur ki, özünü ayırdığı parçadan satsın. Və özünü ayırdığı parçadan nə qədər satacaq? 1/4-ünü. Onu da yazıram burada. 3/1x özünü ayırmışdı və bunun 1/4-ünü satır. Bu da bərabərdir 12/1x. Bura mötərizədə yazıram. Satıb. Əla. Cəmi 105 metr satdığı qeyd olunmuyor, olunub. Ona görə bu satılanların cəmini 105-ə bərabər edirəm. 12/1x üstə gələk 2/1x bərabərdir 105. Buradan 12-dən 2-yə məxrəc bərabərləşdirsək 12 eləyər. 1 üstə gələk 12 2 6x bərabərdir 105. 12-dən 7x bərabərdir 105. İndi buradan x də bərabərdir tərsinə vuranda. Bax, yəni kəsr məsələnin içərisində kəsrlərin bölünməsi, toplanması, çıxılmasını sən mükəmməl bilməlisən ki, məsələlərdə bir də məsələnin çətinliyini, mahiyyətini qoyub onlarla belə deyək, vaxt itirməyək. 7 7-yə 1, 105 7-yə nə qədər düşür? 105-i də 7-yə böləndə 15 alınmalıdır. 15 12-yə vuranda 180 metr. Demək, bizim ümumi parçamız 180 metrdir. Amma bizdən bunu soruşmur. Bizə deyir ki, onun özünə neçə metr parça qalır. Birdən çaşı burada da 105 metr satıldığını görə çıxarsınız. Bunun xarab olduğu da var idi. Ona görə başdan təzdən gedək. Yəni, cavab 180 tapdıq. Amma 180 tapandan sonra işimiz bitmir. Baxın, məsələnin gözəlliyinə. Nə edəcəyik? Bunun normalda bu 180-in özü üçün ayırdığı nə qədər idi? 3/1x. Yazıram buraya 180 vurulsun. 3/1 bərabər 60. Amma 60-ı özü üçün ayırmışdı. Amma hamısını özü istifadə eləmədi axı. Neynədir bunun? 4/1-i xarab olduğu üçün 4/1-ni satdı. 60-ın 4/1-ni də satırıq. 60-ın 4/1-i eləyir 15. 15 satılıbsa 60-dan da çıxıram 15-i bərabər 45. Demək, ən sonunda özünə qalan nə qədər imiş? 45. Gördünüz müəllimlər? Təbii ki, müəllim, mən bunu birbaşa parçanı 12x götürdüm. 12x-in 3/1 yaza bilərsən. Heç bir problem yoxdur. Düşünsən, fərqli bir yöntəm də tapa bilərsən. Bir məsələnin bəzən 3-4 həllindən gedə bilərsən. Amma bizim məsələmizin adı nədir? Mövzunun adı nədir? İzahın adı nədir? Kəsr. Demək, biz burada kəsrin mahiyyətini bilməliyik. Bu qədər sadə. Yəni, kəsrlə həll eləməyi də analiz eləməliyik. Üçüncü suala baxırıq. Üçüncü sualda su ilə qab su məsələsi kimi də düşünə bilərik. Daha çox amma burada x, y, 3/1 isə bunları təbii ki, qab sunun mahiyyətini bilmək və məsələdə bunu tətbiq eləmək tələb olunur. Su ilə dolu qabın ağırlığı 5x qramdır. Biz bilirik ki, qab üstə gələk su bərabər 5x qram. Yəni, qabda müəyyən maye, su, bal, yağ olanda
Qabın ölçəkisi olur və suyun ölçəkisi birlikdə onlar həmişə toplanır. İndi burada 3də 1 istifadə olunduqda demişdik ki, qab heç vaxt dəyişmir. Yəni qabın bunun mahiyyəti nədən ibarətdir? Sən qabı ortaya qədər doldur və ya dibində su olsun və ya tam doldur. Qabın öz xaliç çəkisi, yəni məsələn tutaq ki, 1 kiloluq vedrəyə, dəmir vedrənin tutaq ki, çəkisi 1 kilodur. Onu ortaya qədər də doldursan, axıra qədər də doldursan, o vedrənin 1 kilosu dəyişəcək yox. Ona görə qabın qarşısına heç nə yazmırıq. 3də 1 istifadə olunduqda 3də 1 istifadə olunub qalan nə qədərdir? Həmişə qalan yazılır. 3də 2-si. Demək 3də 2-si, yəni boşu biz nəyə yazacaq ki, dolu hissəsini yazacağıq. Bərabərdir 2y qram. Bunu bu formada burada belə yazdıq. İndi bunu nə edə bilərik? Baxın. Bizdən soruşur ki, bunu tərəf-tərəfə çıxa bilərik. Tərəf-tərəfə bunu rahatlıqla çıxa bilərik. Tərəf-tərəfə çıxanda alınacaq nə? Qablar gedir. Buradan qablar gedəcək. Və ya tərəf-tərəfə çıxmamışdan qabaq daha bir başqa elə də eləyə bilərsiniz, yenə deyirəm. Amma biraz da elə bunu həll edəndə alma gəldi ki, elə bunun ikinci hər tərəfini 3-ə vurum. Yazıram. Qab üstə gələk su bərabərdir 5x. Bu da artıq sistem təlimliyə gedir. Bunun hər tərəfini, ikincinin hər tərəfini 3-ə vursaq 3 qab üstə gələk 2 su bərabər 6 nə? Y. Aha. Sadə bir sistem təlimlidir. Bizdən nəyi soruşur? Boş qabın ağırlığı. Mən Q hərfini tapmalıyım. Yəni Q, qabı tapmalıyım. Qabı tapmaq üçün nə etməliyəm? Nələr yoxa çıxmalıdır? S-lər yoxa çıxmalıdır. Onu birincinin hər tərəfini 2-yə vuraq. Birincinin hər tərəfini 2-yə vursaq, görün necə rahat. 2 qab üstə gələk 2 su bərabərdir 10x. Bura yazacağım 3 qab üstə gələk 2 su bərabər 6y. Məqsəd, yəni suların yoxa çıxmazdır. Tərəf-tərəfə çıxanda 2 sular gedir. 3 qabdan 2 qab çıxanda elə 1 qab bərabər 6y aşağıdan yuxarını çıxmışsa hər tərəfdə aşağıdan yuxarını çıxacaq. 6y çıxılsın 10x-ə. Qab bərabərdir 6y çıxılsın 10x. Belə bir cavab harda var dəyərli müəllimlər? C variantında. Növbəti vacib bir məsələ, həlli də maraqlıdır və digərlərinin də biraz çətinlik sayıla bilər. Bir torbadakı qozları Murad, Yunus və Kərim aşağıdakı kimi paylaşırlar. Murad torbadakı qozların 4də 1-dən 4 dənə çox, Kərim qalan qozların 4də 1-dən 4 dənə çox, Yunus isə ən son qalan qozların yarısından 10 dənə çox götürür və torbada qoz qalmır. Kərimin götürdüyü qozların sayı, rəqəmləri cəmi neçədir? Baxın, bunu başlanğıcdan gedə bilərik və cavabı da doğru alacaqsınız. Sadəcə bir A4 vərəqə də olacaq. Hər dəfə x 4də 1x üstə gəl 4, sonra qalan deyəndə ondan 10-a çıx, çox uzun olur. Burada biraz hardan getmək bizə köməklik göstərər. Baxın, bu son cümləmiz var. Yunus isə ən son qalan qozların yarısından 10 dənə çox götürür və torbada qoz qalmır. Bu cümlə mənim üçün bir ipucudur. Nədir ipucu? Yəni, Kərimdən sonra demək torbada qalan nə qədər imiş? X. Yəni, Kərimdən sonra qalanı artıq Yunus götürəcək. Tutaq ki, x qaldı da, Kərim götürəndən sonra x qədər qaldı. Bu x-in ən son qalan x-dir. Yunus isə ən son qalan qozların yarısından, bu x-in yarısı nə qədərdir? X böl 2. 10 dənə çox götürür, üstə gələk 10. Bu x-dən də bunu götürəndən sonra burada qalır 0. Elə bil, mən tutaq ki, Yunusun yerində mən Kərimdən götürdü, torbada qalan nə qalıbsa, qalan tutaq ki, x-dir. Onun yarısı x böl 2-dir. 10 dənə çox üstə gəl 10 bərabərdir 0. İndi bunu həll eləsək. X çıxılsın x böl 2 çıx 10 bərabər 0. Buradan 2də 1 x bərabərdir 10. Hər tərəfini 2-yə vursa x bərabər 20. Aha, əla. Əslində bizim riyazi bacarığımız biraz yuxarı olsa, biz heç bu x-i yazmadan 20 olduğunu bilərik. Hardan bilərik? 20-nin yarısı, nəyin yarısından 10 dənə çox götürəndə orada 0 qalır? Demək, yarısını 12-yə vuracaqsan da, həqiqətən də 20 olub ki, 20-nin yarısı 10 eləyir, ondan 10 dənə çox, yenə 20 eləyir, 20-dən 20-ni çıxanda torbada qoz qalmadı. Başa düşdünüz bu məntiqi? Məsələn, qalan qozların yarısından 4 dənə çox deyəndə, demək orada 8 olub, 2-yə vurursan. Yəni, onu 2-yə vura bilərik birbaşa. Amma o birbaşadır da, burada ispat elədim sənin üçün. Əla, yazıram bu 20. Baxın, görün necə gözəl. Kərimdən sonra qalan.
Yəni Kərim qalan qo 4-də ən sonda bu Yunus götürdüyü bu qədərmiş. Biz Kərimi hesablamalıyıq. Kərimin üzərinə fokuslanacaq. 20-ni tapdıq. İndi gəlin Kərimdən əvvələ gedək. Bir dənə də bu hissəndə gedək. Məsələmiz hazır. Murad torbadakı qozların 4-də birindən 4 dənə çoxu götürür və Kərimi qalır da 20 dənəsi qalır. 20 dənəsini də Kərim götürür. İndi gəlin baxaq. Nədir burada məntiq? Murad götürdüyü torbaların sayını bir dəfə Y deyəcəyik. Y-dən çıxacaqsan 4-də 1 Y-dən üstə gəl 4 dənə çoxu. Bərabərdir. Neyinirik? Nəyə bərabər eləyəcək bunu? Bax, məntiqə baxın. 20. Baxın, dəyərli müəllimlər. Bir də təkrar edirəm. Kərim Yunus götürdü, qoz bitdi. Bu öz yerində. Bəs Kərimdən sonra nə qədər qalıb ki, Yunus bunu götürür? 20 dənə. İndi mən Kərimdən əvvələ getməliyəm ki, Kərim də oradan götürəndən sonra 20 dənə qalıb. Bu 20-yə qədər görək nə qədər olur. Buradan çıxanda Y çıxılsın 4-də 1 Y çıxılsın 4 bərabər 20. Burada 4-də 3 Y bərabər 24. Y bərabər 24 vurulsun bunun tərsinə. 3-də 4-ə. 8, 32. Əla. Demək 32 nədir? Bura yazıram. Kərimdən əvvəl. Yəni Kərimdən əvvəl 32 dənəymiş. Kərimdən sonra 20 dənə. Yəni mənəm də tutaq. Məndən əvvəl 32 dənə, mən götürəndən sonra yerdə 20 dənə qalır. Demək mən neçə dənəsini götürmüşəm? 32-dən çıxıram 20-ni bərabər 12 qalır. Demək Kərimin götürdüyü qozan sayı 12-dir. Bunun da rəqəmləri cəmi 1 üstə gələ 2 bərabər 3 eləyir. Doğru cavab B variantı. Müəllim, mən başa düşmədim. Amma məsələn 16-nın 2-də 1 hissəsini tap, dərhal deyirsən ki 16 vurulsun 2-də 1. Heç bunun da mahiyyətini düşmürsən, əzbərləyirsən. Təbii ki, bu bir dəfə ola bilər, nəysə baxanda başa düşmədin. Dönə-dönə baxmaq lazımdır. Başdan gedə də bilərik. Yəni o daha uzun olacaq. Yəni orada biz Muradı ayrı hesablamalıyıq, Kərimi ayrı yazmalıyıq, Yunusi ayrı yazmalıyıq və çox uzun bir qayda olacaq. Əsas bax bu son məntiqi başa düşmək lazımdır. Kərimdən sonra qalan, Kərimdən əvvəl qalan. Azərbaycan dili məsələsidir. Cümlələrin leksik mənasını düzgün başa düşsəz bir problem qalmır. Bu qədər dəyərli müəllimlər, hər birinizə uğurlar arzulayıram. Arada hər mövzu ilə bağlı fərqli suallar işləməyi mütləq özünüzə vərdiş elətdirin. Yoxsa sizə minliklə deyirəm ki, 1000 dənə yaş məsələsi yazın, 2000 dənə sürət məsələsi yazın, S bərabər VT ilə bağlı. O sizin inkişafa aparmayacaq. Hər mövzu ilə bağlı arada fərqli düşündürücü suallar işləməyiniz mütləqdir. O imtahanda düşən 3-4 sualın ötəsindən gəlmək üçün. Özünüzə yaxşı baxın, növbəti izahlarda görüşərik. Hələlik.